Nə üçün yad planetlər yer kürəsinə gəlmir? Bunu izah etməyə çalışan fərziyyələrdən biri qaranlıq meşə fərziyyəsi adlanır. Bu fərziyyəyə əsasən kainatda mövcud sivilizasiyalar qaranlıq meşədə ovçular və onların şikarları kimi səssiz hərəkət edirlər. Burada izah edilməyə çalışır ki, sivilizasiyalar bir-birinin aqressiv yaxud sülhsevər olduğunu bilmirlər. İstənilən qarşılaşma birinin yaxud digərinin məhvinə gətirə bilər. Kainatın böyük susqunluğu bununla izah olunur. Belə ki, heç kim qarşılaşacağı dünyanın dost yaxud düşmən olduğunu bilə bilməz. Doğrudan da kifayət qədər güclü inkişaf etmiş sivilizasiya digəri üçün ciddi təhlükədir. Başqa bir sivilizasiyanın ilk görüşdə necə davranacağını proqnozlaşdırmaq mümkün deyil. Nizam-intizamı təmin edən qanunların və strukturların mövcud olduğu insan cəmiyyətinə fərqli olaraq, kainatın dinc, yanaşı yaşamağı təmin edən qlobal tənzimləyici orqanının olmadığı güman edilir. Qaranlıq meşə fərziyyəsi ehtimal edir ki, istənilən inkişaf etmiş sivilizasiya rast gəldiyi ağıllı həyatı potensial təhlükə kimi görəcək və onu məhv etməyə çalışacaq. Onu da bilmək vacibdir ki, kifayət qədər inkişaf etmiş sivilizasiyanın daha az inkişaf etmiş sivilizasiyanın müharibəsi heç də filmlərdəki kimi pafoslu və uzun-uzadı olmayacaq. Bu çox qısa müddətli və total yox olmaya gətirəcək bir döyüş olacaq. Dostlar, siz nə düşünürsünüz? Yad planetlilər varmı, yaxud nə bilim aramızda onlarla qarşılaşan olubmu?